Qardaş, siz göndərməmişdilər, sizə axşam zəng elədi. Necə? Axşam sənə zəng elədim 2 dəfə, niyə götürmədin? Məni tanıyırsan qardaş. Səni tanıyıram deyəndə ki, dedi işçi gələcək, fəhlə gələcək. Fəhləlik belə ayıb bir şey deyil, qardaş. Promu naql yaxınlaşsan fəhlə gələcək. Bildim ki, kömək elə də, sənin orada kardon var, deyiblər götür, onu götür də. Səhv sağsan, qardaş, mən deyirəm. Yaxşı ki, bir də onu götürək gedək. Ay qardaş, əlini çək üçün. Bildim, orada sənin pul ödənişi də eləyiblər. Fəhlələri götür, çıxıb gedək. Gedə, gəl, uzatma, gəl. Kayıfdasan sən, ay qardaş. Deyirəm ki, həmən adam mən deyiləm. Bax, sən onun saqqalın var, osan da. Necə saqqalın var ya? Həminki oğlan. Saqqalın nə adiyyəti var? Oxşadıram səni, gəl. Necə oxşadıram, əlini çək belə. Həmişə 3 manat hörmətlə gedək də. Həmişə 2-3 manat hörmətlə. Ay sən mən sizə hörmət eləyim, qardaş. həmişə 3 manat işləməmsən. Artıq pul etmək ziyan deyil. Qardaşım eşitirsən, belə kömək lazımdırsa, canla başla gəlib eləyərik. Qardaşım 3 manata gedək işlə, 3 manatını ver, apar bunlar işlət. 3 manat. Yaxşı, 5 manat verirəm, gəl. Qiyməti qaldırma. Bunun qabağında eşitirsən, bizə heç vaxt əylən oğlan olmamış, qardaş. Hə, gəl yaxşı da 50 uzatma. manat, yox 500 manat ver. Əlvi çək, kişi. Gəl də uzat. Əlvi çək. Gəl də deyirəm sənə. Əlvi çək deyirəm sənə. Havayı biz iş gördürmürük də, pulu 3 manat verəcək. verərik. Sən bilirsən ki, mənə bax, sən səhvsən. Sən prosta bilmirəm, neynə içmisən, çəkmisən, neynəmisən, gəl naql yaxınlaşmısan belə-belə. Fəhlə deyilsən, Mən gəl. ağlı biraz kam. Gəl işi gör də uzatma. Sən vəbşə fəhləliyə pis Mənə baxırsan. bax, sən axırıncı xəbərdar. Sənə təzə köynək alacam, gəl. Mən təzə köynək alsan. Gəl təzə köynək alacam, gəl gedək. Mən qoyaram var ha. Hə. İkinci ehtiyac qalmaz da. Sən məndən güclüsən də. Deyirəm ikinci ehtiyac qalmaz. Birincidə vuracaqsan ha. Birincidə vuracam. Prosta ki Gedək görüm nə deyirsən, gəl. Gəl. Gedək görüm nə deyirsən. Gəl bura. Tut bunu.